Ramazan ayında iftarı açmaq üçün restoranlara üz tutanlar az deyil. Bu da öz növbəsində tələbatın artmasına, müxtəlif çeşiddə və qiymətdə iftar menyularının təklif olunmasına gətirib çıxarır. Bəs bu menyuların qiymətləri nəyə əsasən təyin olunur? Sualın cavabını öyrənmək üçün paytaxtdakı restoranlardan birinə üz tutduq. Hal-hazırda bizim iftar menyumuz 29 manat təşkil edir. O da nəyə əsasən? Deməli, hesablanan məhsulların maya dəyəri 20 manata yaxın təşkil edir. Və onun üzərinə də simvolik 9 manat belə deyək də kar qoymuşuq. O da təbii ki, restoranın xərcləri var. Yəni işıq pulu, işçilik, belə rəqabət olduğuna görə hər restoranın öz belə deyək də siyasəti var. Bizim də satış siyasətimiz budur ki, əl çatan olsun, hər kəs gələ bilsin. Menyudakı qidaların seçilməsində də xüsusi diqqət olunmalı məqamlar var. İftar menyularını seçəndə əlbəttə ki, rəhbərliklə məsləhətləşirik. Bir insanın yeyə biləcəyi qədər həm su ehtiyatları, həm vitamin ehtiyatları, həm protein ehtiyatlarını hesablayıb ona uyğun menyu tərtib edirik. Bu yeməkləri hazırlayanda bunların qramları çıxarılır, maya dəyərləri hesablanılır, müdiriyyətlə bir yerdə təbii ki, ona uyğun qiymət çıxarılır və həmən qiymətə əsasən də iftar menyularımızın ya banket menyularımızın qiymətləri tərtib olunur. Bu qiymətlər hər kəsin artıq öyrəşdiyi qiymətlərdir. Amma təəssüf ki, hər kəs üçün əlçatan olmayan bahalı menyular da var. Restoranlardan birinin menyusunda bunlar var. Başlanğıc olaraq şorba, pendir çeşidləri və salat, əsas yemək olaraq qarışıq kabab, ara yemək olaraq pendirli börək, desert olaraq paxlava və istənilən bir içki. Sakinlərdən soruşduq. Sizcə bu menyu neçə olar? 15-17 arası bəlkə də. Fikirləşirəm ki, 27 manatdan minimum, 40 manata qədər. 30-40 manat arası. Əslində bu menyunun qiyməti nə az nə çox, düz 90 manatdır. Nə? 90? Bir nəfər üçün? Yox, bahadır təbii ki, bu menyuya 90 manat. 90 manatı çox bahadır da qiymətdir. Bəs iqtisadçıların bu məsələyə yanaşması necədir? Bazar iqtisadiyyatında biz vahid qiymət siyasəti görməyəcəyik. Hər bir şirkət özünün marketinq siyasətinə uyğun olaraq, özünün strategiyasına uyğun olaraq fərqli qiymətlər təyin edə bilər. Vətəndaşlar da əgər bu büdcəsinə, imkanına uyğun deyilsə, imkanına uyğun müəssisələrə müraciət eləsin, imkanına uyğun restoranlarda istifadə eləsin. Ümumiyyətlə və hesab edirsə ki, ədalətsiz qiymət formalaşıb, restorana getməkdən imtina eləsin. Marketinq tədbiridir, vətəndaş da bu qiyməti almağa özü qərar verir. Buna görə də burada hər hansı məcbur edici və hökumətin müdaxilə edə biləcəyi məqam yox. Yeməyimizə nə qədər pul sərf edəcəyimiz təbii ki, öz seçimimizdir.